Salam mənim əzizlərim. Davam edirik balıq bürcü ilə. 2026-cı ildə balıq bürclərini nə gözləyir? Əvvəlcə planetlərin tranzitlərinə baxacağıq. 2026-cı il 19 fevraldan 20 marta qədər Günəş balıq bürcündə olacaq. Yəni balıq bürcünün şəxsi güc dövrü sayılır. Yeni başlanğıclar, həyat istiqamətində irəliləyişlər ilin ən önəmli dövrü sayılır balıqlar üçün. Jupiter 1 yanvardan 30 iyuna qədər xərçəngdə olacaq. Sizdə romantiklik artacaq, sevgi artacaq, diqqətiniz, fikriniz uşaqlara yönəldəcəksiniz, varsa əgər və yaxud da yaradıcılıq, istedad yönündə olacaq. Balıq üçün çox şanslı tranzitdir. Deməli, balıqlar üçün ilin birinci yarısı uğurlu gəlir. 30 iyundan 22 iyul 2027-yə qədər Jupiter şirdə olacaq, sağlamlıq gündəmdə olacaq, iş çox olacaq, amma faydalı olacaq. Saturn il boyu qoçdadır. 15 fevraldan 10 aprel çətin dövrdür. Bu dövrdə xərclərdən, riskli xərclərdən uzaq durmalısınız. 1 yanvar 26 yanvar arası Neptun balıqda olacaq. Son dəfə. Güclü intuisiya, köhnə məsələləri bağlamaq üçün çox əlverişli bir dövrdür. Neptun 26 yanvardan ilin sonuna qədər olacaq qoçda. Bu sizin maliyyə məsələlərinizdə çətinlik yaradar və yaxud da qarışıqlıq yaradar. Mart ayına, sentyabr ayına diqqət eləyin. Pluton il boyu dolçada olacaq. Ruhən güclənmə dövrünüzdür. Sizin üçün uğurlu dövr mart, oktyabr və noyabr olacaq. Ruhən özünüzü daha sakit, rahat hiss eləyə bilərsiniz. Uran il boyu əkizlərdə olacaq. Evdə qəfil dəyişiklik eləyə bilərsiniz. Ailə münasibətlərində dəyişikliklər ola bilər. Və sizdə evdə nələrsə qadağa vardısa, indi o olmaya bilər. Yəni, sanki ailə münasibətlərində yumşalma var. 2026-cı il ümumilikdə balıqlar üçün pul mövzularında ayıq olmalıdırlar. Sevgi mövzularında da açıq fikirli olmalıdırlar. İndi gəlin baxaq ay-ba-ay, hər ay üçün. Yanvar ayı, balıq bürcü. Özünüzü rahat ifadə edəcəksiniz, balanslısınız. Siz əslində, yanvar ayı sizin üçün sevgi və yaradıcılıq aktiv olan bir aydır. Jupiterin dəstəyi var, şanslı hadisələr olacaq. Amma keçmişdə kiminsə sizə yalan deməyi, hansısa bir yalanı ortaya çıxara bilərsiniz. Tövsiyə eləyərdim ki, ümumiyyətlə buna çəkilin bir kənara, bunlara qarışmayın. Çünki gözəl başlanğıc edə biləcəyiniz bir aydır. Yəni köhnəyə vaxtınızı sərf eləməyin. Fevral ayı balıq bürcü üçün. Fevral ayı balıqlarda 19 fevralda bilirsiniz ki, Günəş balıqda olacaq. Şəxsi güc artacaq. Saturnun təsiri var. Bu zaman bu özünüzü nədəsə günahkar, nəyisə çatdırmamaq hissi, bu hiss maliyyə məsələsində olacaq. Yəni xərclərə diqqət etməlisiniz. Bu xüsusi vurğulanır. Rahatlama, nəfəs almaydı, nələrsə bitirəcəksiniz. Deyirsiniz ki, mümkünsüz heç nə yoxdur. Öz gücünüzə inanırsınız. Mart ayı balıq bürcü. Emosional həssaslıq yüksəkdir. Özünüzü yorulmuş hiss edirsiniz. Amma özünüzü yorulmuş hiss etməyi Neptun keçididir. Və daxilə yönəlirsiniz. Özünüzə inanırsınız. Keçək aprel ayı. Aprel ayı. Nəzarət. Biraz sevgi məsələlərində üzgünsünüz. Pul mövzularında büdcəyə nəzarət, planlı olmaq vacibdir, kontrollu olmaq vacibdir. Xəyallarınız, arzularınız var. Qərar verib tamamlayacaqsınız. Sizə məsləhət görülür ki, realist olun. May ayı. May ayında enerji yüksəkdir. Çevrəniz, yeni addımlar, macəralar, hər kəs tərəfindən başa düşürsünüz. Ola bilsin ki, yeni tanışlıq olsun. Enerji yüksəkdir, sosialsınız, aktiv, xoş aydır. May ayı balıqlar üçün çox gözəldir. İyun ayı. İyun ayı balıqlar üçün yaradıcısınız,
romantik baxımdan, bu sevgi mənasındadır. Uşaqlarla bağlı, romantika ilə bağlı yaradıcı. Bu Yupiterin son hədiyyələridir. İlin ən şanslı aylarından biri sayılır. Çox fikir eləməyin, üsyan eləməyin, hər şeyin fərqinə varın, mühakimə edin. Çünki əslinə qalsa sizin üçün şans qapıları açıqdır. İyul ayı. İyul ayı yeni mənbələr tapa bilərsiniz. Sağlamlığınıza diqqət eləyin. İş və gündəlik rejim qurmalısınız. Hər şey öz axarı ilə getsə, sizin üçün sakit aydır. Ümumilikdə iyul ayı sıradan bir ay olacaq. Avqust ayı. Bu stres avqust ayında maliyyə gərginliyidir. Çünki Saturn avqust ayında təzyiq eləyir. Borca girmək olmaz, riskli qərarlar vermək olmaz. Paylaşımcısınız, öndəsiz, yeni ideyalarınız var. Amma avqust ayı bunu etmək üçün, yəni ki, risk etmək məsləhət görülmür. Sentyabr ayı. Münasibətləriniz ön plandadır. Bu keçmiş münasibət və yaxud da dost münasibətləriniz ola bilər. Cəsarətli olun, köhnə qorxuları buraxın. Əslində, oktyabr ayında Plutonun təsiri var. Daxilən özünüzü güclü hiss eləyəcəksiniz. Ona görə cəsarətli olacaqsınız. Noyabr ayı. Noyabr ayı siz öz fərqinizə varacaqsınız. Sizin nə qədər güclü olduğunu fərqinə varacaqsınız. Sevgi münasibətlərində irəliləyişlər olacaq. Yəni ki, münasibətlərdə əgər durğunluq varsa sürətlənmə olacaq. Sabitləşmə ayıdır. Dekabr ayı. Dekabr ayı. Dekabr ayı sosial çevrəniz, ümidləriniz, gələcək planlarınız, yaradıcılığınız, yeni ideyalarınızın həyata keçirilməyi və bu da rahatlıq. Yəni ili rahat inamla bitirirsiniz. Ümumilikdə götürsək, 2026-cı il balıqlar üçün fevral-mart ayı onların şəxsi dövrüdür. İyun ayı sevgi, şans ayıdır. Diqqət etməlidir mart-avqust aylarına, aldanmalar, xüsusən maliyyə məsələlərinə diqqət etməlidir, xərclərə diqqət etməlidir. Oktyabr ayında da balıqlar üçün daxili dönüş ayıdır. İndi gəlin bir kart çəkək, baxaq. Mələklər görək balıqlara nə vəd eləyir. Diqqətli olmalısınız. Hər hansısa bir ani hadisələr baş verə bilər həyatınızda. Ani dəyişikliklər baş verə bilər. Bunun üçün zaman önəmlidir. Hər şeyi diqqətli düşünün. Fikirlərinizi deyərkən hər şeyi diqqətli düşünün. Əziz balıqlar, sizə 2026-cı ildə bol şanslı, uğurlu, gözəl bir il diləyirəm. Bu qədər əzizlərim.